İndi hətta məsələn sevgi münasibətlərində qadını həqiqət yerinə qoyurlar. Qadın özünü balaca tanrı kimi aparır. Hər şey mənim üçün olmalıdır. Ərimin bütün həyatı, fəaliyyəti, qazancı, hamısı məni məmnun eləmək üçün olmalıdır. Bax, onda mən ona deyərəm ki, o yaxşı ərdir. Yaxşı ər həyatını, sağlamlığını, zəhmətini, hamısını Allaha xidmət üçün sərgiləyir. Sən də onun içində balaca bir yer tuta bilərsən. Amma sən əsas deyilsən. İndi gənclər deyir, yox, o məni həyatının mənbəyi saymalıdır. Qadını, hansısa bir qadını həyatının bir nömrəli hədəfi sayırsa o kişi, 2-3 ildən sonra o qadına xəyanət edəcək. Başqa bir büt tapacaq özünə. Dürüst adam deyil. Deməyim odur ki, biz uşaqlarımıza dürüstlük öyrətməliydik. Biz həyat yoldaşlarımıza, ailəmizdə dürüstlüklə böyüməliydik, dürüstlük aşılamalıydıq. Yalnız dürüst insanlar etibarlı olurlar, sadiq olurlar, həqiqətə münasibətdə dürüst olanlar. Yalnız onlarla uzun müddət yol getmək olur. Amma biz elə elədik ki, ya uşağı Allah yerinə qoyduq haşa, ya həyat yoldaşımızı həyat hədəfini itir.